Vəziyyət görürsünüz. Şartlər tökülür yerə. Başla. Eşidirsiniz də səsi? Deməli, millət avtomobil Hyundai Santa Fe 2013'dür. Qlova kalantasında səs-küy var, yəni gördüyünüz səs. İçində elə nəsə qırılıb, 100% qırılıb, indi açacaq, birlikdə görəcəyik. Nə sözümüz anı nədir var? Suya batın, yapış. Burada xamutlar var. Yəni bildiyiniz dəmir xamut bağlayın. Yəni dəmir xamut deyirlər ki, ya dəmir xamut bağlayın, su girməsin içinə, nəminə. Germetik görsün, bu hissə germetik yapmaq lazımdır. Burada germetik yapmaq lazımdır ki, istəyirsən dəmir bağla, istəyirsən xamut bağla. Burada prosta sadəcə germetik olsun ki, içinə su girməsin. Yəni dəmiri bağlasan da bağlanıb. İçinə niyə su girib bunun? İndi də cırıq deyil, tərtəmiz. İndi olanda olur da, indi kimsə xamut da bağlayıb, indi işdə olur. Amma bura germetik vurmaq lazımdır. Xamut bağlayan da, dəmir bağlayan da fərqi yoxdur. Zavodçuyu bağlayan da bura zavod belə germetik vurur bu boğaz tərəfə ki, içinə su girməsin. Mütləq şəkildə elə şeylərə diqqət edin. Və açdıq. Vəziyyət görürsünüz. Şartlər tökülür yerə. Yəni birlikdə açmışıq hələ. Su girib dağıt. O işim lavoy yəni dəyişirlər. Belə xərcə düşməmək üçün vaxtında pilnikləri yoxlatdırın. Vaxtında lavoyda taqqıltı varsa, lüft varsa aradan qaldırın ki, zaten bu təkcə su girəndə olmur. Bu modellərdə, optimalarda çox vaxtı lift olduğu halda çox sürüləndə bu paçin vurur, o qədər oynayır, dağılır və belə çıxır, yəni gördüyünüz kimi.